Salamlar. Bugün sizlərə 5-ci siniflər üçün, öz 5-ci siniflərim üçün tərtib etdiyim test nümunələrinin, testlərin izahını təqdim edəcəyəm. Testə keçməmişdən əvvəl onu deyim ki, qeyd edim ki, istəsəniz sizlər də testləri işləyib, sonra videoya baxa bilərsiniz. İndi isə gəlin başlayaq testin izahına. İlham Əliyev nə zaman prezident seçildi? İlham Əliyev 2003-cü ildə prezident seçildi. Deməli, düzgün cavabımız A variantı olmuş olur. A variantı olmuş olur. Prezident seçilməmişdən əvvəl də 95-2000-ci illərdə Milli Məclisə deputat seçilmişdi. Həmçinin baş nazir vəzifəsində də çalışmışdı prezident seçilməmişdən əvvəl. Bunu da yadımızda saxlamış olduq. Qafqazın Hiroşiması adlanan şəhər hansıdır? Hiroşima, yəni 1945-in avqustunda Amerikanın, ABŞ-ın Yaponiyaya atdığı atom bombasıdır ki, Hiroşima atılır atom bombası və Hiroşima tamamilə dağıdılır atom bombası nəticəsində. Bu şəhər burada dağıntıya görə də Ağdam şəhərini ermənilər bu cür dağıtdıqlarına görə, yəni tamamilə dağıtdıqlarına görə onu Qafqazın Hiroşiması adlandırırlar. Düzgün cavabımız C variantı olmuş olur. Natiq Qasımov nə zaman milli qəhrəman adı verildi? 2024-cü ildə Natiq Qasımova deməli milli qəhrəman adı verilir. Bunu da yadımızda saxlanmış olduq. Demək prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ildə mübarizə yox, Natiq Qasımov bağışlayın, Natiq Qasımova milli qəhrəman adı verilmiş olur. Dədə Qorqud Oğuzlarının hansı tayfasına mənsubdur? Bu Bayat tayfasıdır ki, Dədə Qorqud Oğuzların Bayat tayfasına mənsubdur. Deməli, 7-ci əsrdə yaşadığı, Dərbənd ətrafında yaşadığı da qeyd edilir. Bayandurlular, bu Ağqoyunluların yaratdığı, yəni nəsil belə Bayandurlular adlanır, Ağqoyunlu dövləti belə deməli Bayandurlular idi. Qınıq, yəni boyu belə deyək tayfası. Bunlar da Səlcuqlu dövlətini yaradanlar, Qınıq tayfasına mənsub olanlar idi. Daha sonra keçək. Murov Qaltar rəqəbli əfsanəvi kəşfiyyatçımız kimdir? Murov Qaltar rəqəbli isə bu Raquf Orucovdur ki, Murov Qaltarı rəqəbli əfsanəvi kəşfiyyatçımızdır. Deməli, düzgün cavab C variantı olur. Aprel döyüşlərində iştirak etmişdi, şəhid olmuşdu. Raquf Orucov Təşmovda 2020-ci ilin iyul hadisələri, Tovuz hadisələri zamanı şəhid edilmişdi. Generaldır Təşmov. Pəncər Teymurov da deməli, aprel döyüşləri zamanı şəhid edilmişdi. Xüsusi təyinatların əfsanəsi, Qoca Qurd rəqəbli deməli, əfsanəvi qəhrəmanlarımızdan biri idi. Deməli, bu da Pəncər Teymurov idi. Aprel döyüşləri zamanı şəhid edilmişdi. Biri yanlış verilməmişdi. Yəni, doğrunun sorusu gəlin baxaq. İlk qayıdış Qubadlı rayonunun Ağalı kəndindən oldu. İlk qayıdış Qubadlı yox, Zəngilan rayonunun Ağalı kəndindən oldu. Qubadlı burada yanlışdır. Polad Həşimov 44 günlük vətən müharibəsi zamanı şəhid edilmişdir. Bu da yanlışdır. Polad Həşimov iyul Tovuz döyüşləri zamanı 2020-ci ilin iyulunda şəhid edilmişdir. Şükür Həmidov aprel döyüşlərindən sonra milli qəhrəman deməli milli qəhrəman adı verilmişdi. Bəli, Şükür Həmidov. Şükür Həmidov da aprel döyüşlərində qeyd edək ki, iştirak etmişdir. Lələtəpə ətrafında döyüşlərdə iştirak edir və ona aprel döyüşlərindən sonra milli qəhrəman adı verilmiş olur. Düzgün cavabımız C variantı olmuş olur. Daha sonra keçək digər izaha, digər sualın izahına. Deməli, Natiq Qasımovdan deməli, Natiq Qasımovdan fərqli olaraq Mübariz İbrahimova aiddir. Demək, Natiq Qasımovdan fərqli olaraq kimə aid? Mübariz İbrahimova aid olan fikri seçməliyik. Ağdam Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi. Bu Natiq Qasımovdur ki, 92-ci ildə Ağdam Əsgəran istiqamətində döyüşlərdə iştirak edir. Bu Natiq Qasımova aid olmuş fikirdir. Xüsusi təyinatların əfsanəsi adlanırdı. Bu Pəncər Teymurova aid fikirdir. Bu da yanlışdır. Biləsuvar rayonunda doğulmuşdur. Bəli, Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunda doğulur. 2010-cu ildə də deməli şəhid edilir. Qeyd edək ki, onun ölümündən sonra da Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilir Mübariz İbrahimova. Məntiq uyğunluğu tamamlayın. Pəncər Teymurov növbəti sual. Burada düzgün cavab C olur. Məntiq uyğunluğu tamamlayın. Pəncər Teymurov, Elmdar Səfərov, Raquf Orucov. Bunlar aprel döyüşlərində iştirak etmişdilər. Deməli, biz də aprel döyüşlərində iştirak edənləri tapmalıyıq. Mübariz İbrahimov yanlışdır. Aprel döyüşlərində iştirak etməyib. Polad Həşimov da yanlışdır. Bir də Samid İmanovdur ki, deməli, aprel döyüşlərində iştirak edir. Deməli, milli qəhrəman adı verilir. Murad Mirzəyevdir, Samid İmanovdur, bir də Şükür
Həmidova Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilir. Yadımızda saxlayırıq bu üç milli qəhrəmanı ki, aprel döyüşlərində iştirak edir və aprel döyüşlərindən sonra həmin şəxslərə Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilir. Deməli, bunda yadımızda saxlamış olduq. Daha sonra keçək digər suala. 9. Deməli, uyğunluğu müəyyən edin. 44 günlük Vətən müharibəsi aprel döyüşləri hər ikisi. Talış kəndi azad edilmişdi. Talış kəndinin azad edilməsi bu 44 günlük Vətən müharibəsindədir ki, deməli, müharibə 27 sentyabrda başlayır 2020-ci il. Deməli, 9-dan 10-na keçən gecədə deməli, müharibə başa çatmış olur. Deməli, noyabrında 9-dan 10-na keçən gecə noyabrda müharibə başa çatmış olur. Deməli, Talış kəndi azad edildi, 44 günlük Vətən müharibəsi, Talış yüksəkliyi azad edildi aprel döyüşlərində. Bunu yadımızda saxlayırıq. Demək, Talış kəndinin azad edilməsidir, su qovşanıdır. Bunlar 44 günlük Vətən müharibəsidir. Talış yüksəkliyinin azad edilməsi isə aprel döyüşlərinin zamanı Talış yüksəkliyi azad edilir 2016-cı ildə. Naftalan şəhərinin təhlükəsizliyi təmin edildi. Naftalanın təhlükəsizliyinin təmin edilməsi aprel döyüşlərinə aiddir. Murov yüksəkliyi geri alındı. Murov yüksəkliyi də Kəlbəcərdə yerləşir ki, bu yüksəkliyin azad olunması da deməli, nə zaman baş verir? 44 günlük Vətən müharibəsində. Pilotsuz uçuş aparatlarından istifadə edilmişdi bu hər ikisində. İlk dəfə olaraq aprel döyüşlərində pilotsuz uçuş aparatlarından istifadə edilir. Həmçinin 44 günlük Vətən müharibəsində də pilotsuz uçuş aparatlarından istifadə edilmiş olur. Yəni 3-ə yalnız Y variantı olmuş olur. Deməli, 1-ə DA elə deyirik, Murov, bəli, Talış kəndi, 2-yə SB, 3-ə də Y. Düzgün cavabımız C variantı olmuş olur. Keçək digər sualın izahına. Xronoloji ardıcılığı müəyyən edin, yəni düzgün sıranı qədimdən müasirə doğru düzgün sıranı müəyyən etməlidir. Kitab Dədə Qorqud 1300 illik yubileyinin qeyd edilməsi bu 2000-ci ildir. Vandalların qədim Roma şəhərini işğal etməsi 451. Mübariz İbrahimovun şəhid olması 2010. 44 günlük Vətən müharibəsinin başlanması 2020. Aprel döyüşləri 2016. 2020. Aprel döyüşləri 2016. Deməli, 2, 1, 3, 5, 4 düzgün cavabımız olmuş olur. C variantı. Növbəti sualın izahına baxaq. Oğuzlarla bağlı doğru olmayanı müəyyən edin. Yəni, yanlışı seçməliyik. Gəlin, baxaq. Düşmənləri Qaradonlu kafirlər adlanırdı, bəli, düzdür. Qadınlara xüsusi hörmət göstərirdi, bəli. Bu da var ki, qadınlara xüsusi hörmət, qadınları deməli, cəmiyyətdən yəni, xüsusi dəyər göstərirdilər. Yəni, bu fikir də düzgündür. Oğuz dövlətinin başında Xanlar xanı Dədə Qorquddan yanlışdır. Dədə Qorqud il ağsaqqalı idi. Xanlar xanı Bayandur. Məsələn, xan dayanırdı. Yəni, C variantı yanlış olmuş olur. Düzgün cavabımız da bizdən yanlışı soruşur deyə C variantı olmuş olur. Testin izahı bu qədər oldu. Sağ olun.